Bir çox qanuni oğrular və kriminal avtoritetlərin qəbrüstü abidələrinin dəbdəbəli şəkildə hazırlanması ənənəyə çevrilib. Qəbrüstü abidələrin təmtəraqlı hazırlanması kriminal aləmin həmin şəxsə olan sayğısından irəli gəlir. Həmin şəxslərə məxsus qəbrüstü abidələrin görüntülərini sizlərə təqdim edirik. Konstantin Yakovlev bəzi tanınmış dairələrdə Kostya Mogila kimi tanınan məşhur Peterburqlu iş adamı. Kostya Mogila ləqəbli kriminal avtoritet 25 may 2003-cü ildə Moskvada güllələnib. Çox əvvəl Kostya Mogila Peterburqun cənub qəbristanlığında qəbir qazan işləyib. Bu ləqəbi ona inanılmaz nailiyyəti 40 dəqiqəyə bir qəbri qazmaq bacarığına görə veriblər. Şimal paytaxtı miqyasında Konstantin Yakovlevə ən möhtəşəm abidə uzaldılıb. Deyilənlərə görə qəbrüstü abidənin dəyəri $300.000-dır. Bu, kriminal avtoritetlərə uzaldılan ən bahalı qəbrüstü abidə sayıla bilər. Kostya Mogila Peterburqun cənub qəbristanlığında dəfn edilib. Kərimov Bəxtiyar Ağabaoğlu, Lotu Bəxtiyar 1982-ci ildə Vladimirski Sentral türməsinin lazeritində bütün ittifaq üzrə qanuni oğruların patriarxı sayılan Vasya Brilliant ləqəbli Vasili Babushkin və digər qanuni oğru Yakutyonok ləqəbli Nikolay Yakutenko tərəfindən qanuni oğru adını alıb. Bütün bu illər ərzində o, keçmiş Sovet İttifaqının Maykop, Vladimir, Balaşixa, Perim, Karlak, Zlataus, Novosibirsk və Krasnoyarsk kimi şəhərlərində məhbus həyatı yaşayıb. 1998-ci il aprel ayının 6-sında Bakı şəhərindəki 13 sayılı kolonun xəstəxanasında qaraciyər sirrozundan vəfat edib. Novxandakı kənd qəbristanlığında torpağa tapşırılıb. Sabirabadlı Hikmət kriminal aləmin ən nüfuzlu üzvlərindən olan Azərbaycanlı qanuni oğru Hikmət Muxtarov 2006-cı il aprelin 7-sində Moskvada Leningrad prospektində öldürülüb. Qatillər ona ofisdən çıxıb Mercedesə əyləşərkən avtomat və tapancalardan atəş açıblar. 11 apreldə onun nəşi təyyarə ilə Azərbaycana gətirilib. Bakıda onun nəşi çoxsaylı avtomobil kartejinin müşayiəti ilə doğma kəndi Kürkəndinə aparılıb və orada dəfn olunub. Dəfn mərasiminə 2000-ə qədər insan qatılıb. Onunla vidalaşmada iştirak edib. Onun Hikmət adlı oğlu və bir qızı qalır. Dostlarının dediyinə görə Hikmət tez-tez təkrar edərdi. Hər kəsin öz həyatı var. Mənə də belə talih yaşamaq nəsib olub. Mən bilirəm ki, bu yol perspektivsizdir, amma mənim geriyə yolum yoxdur. Det Hasan, Soyan Aslan Raşoyeviç. 16 yanvar 2013-cü ildə Moskvanın Karetni Dvor restoranından çıxan Milliyyət səyyəsid 75 yaşlı Rusiyanın kriminal aləminin ən nüfuzlu bosslarından biri qanuni oğru Aslan Soyan snayper silahından açılan ateş nəticəsində başından ölümcül yaralanır və Botkin xəstəxanasının reanimasiya şöbəsində vəfat edir. Soyan 2013-cü il 20 yanvarda Moskvanın Xavanski qəbristanlığında minlərlə kriminal aləmin nümayəndəsi və tanınmış şəxslərin iştirakı ilə dəbdəbəli şəkildə dəfn edilir. Masallı Mamed Hüseynov Mamed İskəndəroğlu 1993-cü ilin dekabrında Bakıdakı Leyla Şadlıq evində qanuni oğrular Lotu Bəxtiyar, Sabirabadlı Hikmət, Dağlı Cavanşir, Yetim Hüseyin, Ənvər Sovetski və İrəvanlı Faiqin iştirakı ilə Mamedə qanuni oğru titulu verilir. Bundan sonra Masallı Mamed daha bir neçə dəfə məhkum olunur. Sonuncu dəfə 2010-cu ildə narkotik ittihamı ilə 3 il azadlıqdan məhrum edilib. Bəzi məlumatlara görə 2006-cı ildə qanunsuz silah gəzdirilməyə görə Bakıda həbs olunarkən həbsxanada zəhərlənib. Məhkumlardan biri onun yeməyinə zəhər qatıb. Bundan sonra Masallı Mamedin səhhətində ciddi problemlər yaranıb. Elə səhhətindəki problemlərə görə də 2011-ci ildə dünyasını dəyişib. Lakin bəziləri iddia edir ki, onu həbsxanada ikinci dəfə zəhərləyərək öldürüblər. Masallı Mamed 2011-ci ilin martın 20-də Bakıda cəza çəkdiyi bir sayılı həbsxanada dünyasını dəyişib. Masallı rayonunda dəfn edilib. Rövşən Lənkəranski, Rövşən Rafiqoğlu Caniyev. Son 10 ilin ən nüfuzlu qanuni oğrularından sayılan Azərbaycanlı kriminal avtoritet Rövşən Lənkəranski 18 avqust 2016-cı ildə gecə saatlarında İstanbulda qətlə yetirilib. Range Rover markalı avtomobildə olan Rövşən Caniyevə və onun sürücüsünə killerlər Uzi avtomat silahından atəş açıblar. Sürücü hadisə yerində ağır yaralanan Rövşən isə az sonra xəstəxanada dünyasını dəyişib. Rövşən doğulduğu Lənkəran şəhərində dəfn edilib. Rövşənin qəbrüstü abidəsi qardaşı Namiq Caniyevin sifarişi ilə Hindistanda hazırlanıb. 2017-ci ilin avqustun 18-də Lənkəran qəbristanlığında abidənin açılışı olub. Anton Viktoroviç Malevski 34 yaşlı Anton ləqəbli kriminal avtoritet Rusiyanın iş adamı alüminium kralı Moskvanın İzmailov mütəşəkkil cinayətkar qrupunun lideri olub. 1993-cü ildə ona qarşı silah saxlama maddəsi ilə cinayət işi qaldırılır. Bundan sonra o İsrailə köçür. 2001-ci ildə
Cənubi Afrika Respublikasında paraşütlə tullanarkən uğursuz eniş zamanı həlak olur. Moskvanın David düzü qəbirstanlığında dəfn olunub. Ivankov Vyacheslav Kriloviç Yaponçik ləqəbi ilə tanınan nüfuzlu kriminal avtoritet 1995-ci ildə FTB tərəfindən həbs olunaraq 10 il ABŞ-da həbsdə olub. 2005-ci ildə həbsdən buraxılıb və Rusiyaya ekstradisiya edilib. 2009-cu il 28 iyulda Moskvada Taysk Salon restoranından çıxan Ivankova yolun digər tərəfindən parklanan Gazel markalı avtomobildən 2 optik nişangahlı snayper silahdan atəş açılır. Ağır yaralanan Ivankov bir ay sonra oktyabrın 9-da özəl klinikada vəfat edir. Oktyabrın 13-cü səhər Vagansk qəbirstanlığında Yaponçiklə vida mərasimi keçirildi. Dəfn mərasimindən əvvəl Moskva Daxili İşlər Baş İdarəsinin mühəndis istehkamçıları qəbirstanlığın bütün ərazisində şübhəli partlayıcı vasitələrin aşkar olması üçün axtarışlar aparır. Babon Babişev Sergey Aleksandroviç 19 noyabr 1996-cı ildə 38 yaşında Orenburgun Stepnoy mikrorayonunun kənarında axşam gəzintisi zamanı güllələnib. 5 Cangüdəninin əhatəsində gəzən qanun oğru Babuna yolun digər tərəfində 150 metr arada olan sənaye kombinatının binasından atəş açılıb. Killer yüksək peşəkarlıq nümayiş etdirərək birinci gülləni onun başına, digər 2 güllə isə kürəyindən vurulur. Atəş arasında praktik olaraq fasilə olmur. Hər 3 güllə yarası ölümcül olur. Babon dərhal ölür. Babon Orenburg şəhərinin Stepnoy qəbirstanlığında dəfn olunub. Çingiz Sedoy Axundov Çingiz Əbdülrahimoğlu qanun oğru 53 yaşlı Çingiz Axundov 2007-ci ilin iyunun 2-sində Moskvada öldürülüb. İnsident saat 12:30-da Alabyan küçəsində yerləşən binanın qarşısında baş verib. Həmin binanın girişindən çıxan Çingiz və onun mühafizəçisinə avtomat silah olan tapança pulemyot Aragan 2000 markalı silahdan atəş açılır. Daha sonra atəş açan şəxslər Vaz 2109 avtomobilində aradan çıxırlar. Hadisə zamanı başından 5 güllə yarası alan Çingiz Axundov hadisə yerində keçinir. Çingiz Axundov Bakının Yasamal qəbirstanlığında dəfn olunub. Seymur Nardaranski Abdullah Mirseymur Mirteymuroğlu qanuni oğru Abdullah Mirseymur Mirteymuroğlu 39 yaşında 2003-cü ilin martın 4-də öldürülüb. Rövşən Lənkəranskiyə qanuni oğru titulu 2001-ci ildə Mirseymur tərəfindən verilib. O 1963-cü ildə Bakının Nardaran kəndində anadan olub. 2003-cü ildə 2 şəxs tərəfindən Moskvanın Peşkira gecə klubunda dostu ilə bir yerdə güllələnib. Bakının Nardaran qəbirstanlığında dəfn edilib. Skiv Golubov Andrey Vladimiroviç 2009-cu il 22 mayda Moskvanın Volgograd prospektində 39 yaşlı qanuni oğru Skiv ləqəbli Andrey Golubov Infiniti SX50 markalı cipdə olan 3 nəfərlə birlikdə killer tərəfindən odlu silahdan açılan atəşlə öldürülüb. Onunla birlikdə Karsak ləqəbli kriminal avtoritet də həlak olub. Qanuni oğru olan Skiv 1990-cı ildə 3 il oğurluğa görə həbsdə yatıb. Moskvanın Lublin qəbirstanlığında dəfn olunub. 39 yaşlı Duduka ləqəbli Paskaladze Givi Vasilyeviç 13 iyul 1998-ci ildə erməni killer tərəfindən öldürülüb. Həyatının 20 ilini türmələrdə keçirən Duduka ləqəbli qanuni oğru 21 yaşında oğru tacına sahib olub. Killer onu Ruglevski şəhərində evinin yanında gözləyib və AK-74 avtomatından açılan atəşlə öldürüb. Gürcüstanın Xoni şəhərində dəfn edilib. Qanuni oğru Korjuk ləqəbli Korşunov Valeri Kuzmiç 14 sentyabr 1998-ci ildə 40 yaşında Yekaterinburg şəhərində xəstəxanada narkotik vasitənin dozadan artıq qəbulundan ölüb. Xanты-Mansiysk qəbirstanlığında dəfn olunub. Zelenoy Ratar Valeri Grigoryeviç Moldovanın məşhur qanuni oğrularından olan 53 yaşlı Ratar 2000-ci il fevralın 16-sında gecə kazinodan evə qayıdarkən Zelen ləqəbli Ratar Valeri Grigoryeviç avtomobildə avtomat Kalaşnikov silahından açılan atəşlə qətlə yetirilib. Ratar Kişinyovun futbol klublarından birinin prezidenti olub. O, oyun və restoran şəbəkələri biznesini idarə edib. Kişinyovun Doyna qəbirstanlığında dəfn olunub. Rudik Bakinski ləqəbli Aganov Rudolf Sergeyeviç 14 dekabr 1946-cı ildə Bakıda anadan olub. Erməni mütəşəkkil cinayətkar qrupunun lideri olub. 1971-ci ildə Bakının Bayıl türməsində taclanıb. 90-cı illərin ortalarında qanuni oğru Det Hasan ləqəbli Aslan Soyanla müharibə aparıb. 1997-ci ildə Aganov Det Hasanın tacının geri alınmasına nail olub. 1999-cu ildə Moskvanın Mir kafesində Rudik Bakinski 6 nəfərinə məlum şəxs tərəfindən güllələnib. Moskvanın erməni qəbirstanlığında dəfn olunub. 77
32 yaşlı Vasya Korş ləqəbli qanun oğru Kaçey Aleksandr İvanoviç 28 dekabr 1996-cı ildə vəfat edib. 1942-ci ildə tazlanıb. 20 il həbsdə yatıb. Müdrikliyi ilə fərqlənib. Xarkovda Lısya qara qəbirstanlığında dəfn olunub. 34 yaşlı Kemir ləqəbli Musayan Kamal Əzizoviç 18 oktyabr 2002-ci ildə Moskvanın Mir prospektində güllələnərək qətlə yetirilib. 19 yaşında Det Xasan tərəfindən tazlanıb. Krasnodar diyarının Anapa şəhərinin Zarya qəbirstanlığında dəfn olunub. Lazar Genzinski, Bagiryan Lazar Cavadoviç 31 oktyabr 2010-cu ildə 55 yaşında əslən Gəncə şəhərində olan Lazar Genzinski, həmçinin Lazar Kirababatski ləqəbli qanun oğru Bagiryan Lazar Cavadoviç Moskvada vəfat edib. Moskvada erməni qəbirstanlığında dəfn olunub. 63 yaşlı Robinson ləqəbli gürcü qanun oğru Arabuli Robinson Zaxareviç 28 fevral 2016-cı ildə qaraciyər sirrozundan vəfat edib. Ömrünün 20 ilini həbsdə keçirib. Tiflisdə Tiflis dəniz qəbirstanlığında dəfn olunub. Timoxa Gomelski, Timoşenko Aleksandr İvanoviç 31 may 2014-cü ildə Moskvanın Odintsov rayonunda Znameniya Boji Materi kilsəsində Timoşenko Aleksandr İvanoviç güllələnərək qətlə yetirilib. New York qangsteri, Belarus nəzarətçisi olmağa macal tapmış məşhur qanun oğru, Yaponçikin yaxın əhatəsindən çıxmış Timoxa Gomelski ləqəbi ilə tanınan Timoşenko Belarusda xuliqanlıq və oğurluğa, Almaniyada qətldə iştirakçı olduğuna görə həbsdə yatıb. Maliyyə fırıldaqçılığına görə ABŞ, Belçika, Almaniya və İsveç hüquq mühafizə orqanları tərəfindən axtarışda olub. O, böyük çinli məmurların çirkli pullarının yuyulması ilə məşğul olub. Belarusun Gomel şəhərində Asovtsa qəbirstanlığında dəfn olunub.